müraciət edə bilərik. Artıq Azərbaycan Pedaqoji Universiteti hibrid, yəni qarışıq tədris modelinin tətbiqini nəzərdə tutur. Universitetin prorektoru Eldar Aslanov bildirir ki, tədrisdə hansı mövzuların əyani, hansının onlayn olacağı fənnin nəzəri və ya praktik xüsusiyyətlərindən asılıdır. Qanunvericilikdə bununla bağlı hələlik xüsusi müddəa yoxdur. Buna görə də Ali Məktəb yeni fəaliyyət planını Elmi Şurada təsdiqlədikdən sonra Təhsil Nazirliyinə rəsmi təklif göndərəcək. Qiymətləndirmə prosesi isə ənənəvi qaydada aparılacaq. Bu modelin tətbiqi bizə, pedaqoji universitet nə üstünlüklər qazandıra bilər? Bilirsiniz ki, ölkəmizdə 20 ali məktəbdə pedaqoji kadr hazırlanır və bir çox ali məktəbdə tələbələr qeyri-mütəvəqqə qiymətləri ala bilirlər. Müxtəlif regionlardan olan ali məktəblərimiz, bizim özümüzün filiallarımızdan tələbələr bəzi fənləri dinləmək zərurəti yaranır və bizə müraciət olur. Hal-hazırda bizdə ondan çox belə tələbə var, müxtəlif universitetlərdən, hətta regional olan tələbələr. Təbii ki, yeniliyə keçid heç vaxt risksiz ötüşmür. Hibrid modelin tətbiqi zamanı ortaya çıxa biləcək texniki problemlər və tələbə arxayınlığı da nəzərə alınan əsas məqamlardandır. Dərsə qoşulan tələbələrin hər birinin sabit internetə çıxışı və vasitələri varmı? Bu birinci texniki tərəfdir. İkinci tərəf isə tələbələrimizin bu məsələdə ilk mərhələdə mənlə gəlir ki, bunun tətbiqini ilk mərhələsində bu dünya təcrübəsində